Xoş gördük Abtalib bəy. Xoş gördük. Son günlər Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanının yaratdığı hərbi müdafiə bloku bütün dünyanın diqqətindədir. Nədən burada 3 dövlət var? Və sizcə digər dövlətlərin müdafiə ehtiyacı yoxdurmu? Təbii ki var. Əslinə qalsa müzakirələrdə 4 dövlət iştirak edib. Yəni bu 3 dövlətdən başqa Misir də danışıqlarda iştirak edib, son 4 ayda dəfələrlə görüşüblər və son məqamda Misir bu blokda hələlik iştirak etməmək qərarına gəlib. Mətbuatın yazdığına görə belə əsaslandırıb ki, bu əslinə qalsa hərbi blok deyil, siyasi blokdur. Həqiqətən də hərbi blok yaranırsa, orada mütləq kimdən təhlükə olduğu qeyd olunmalıdır. NATO 49-cu ildə yarandı və birbaşa yazıldı ki, bu Sovet İttifaqına qarşı və sosialist dövlətlərinin blokuna qarşı yaranmış bir hərbi ittifaqdır. 1991-ci ildə münasibətlərin yaxşı olduğu məqamda SSR də dağıldı və 31 il NATO əsas təhlükənin hardan gəldiyini göstərmədi. Bu NATO'nun ən zəif vəziyyətə düşdüyü bir dövrdür. Bütün NATO ölkələri demək olar ki, Amerika Birləşmiş Ştatlarına güvəndilər, hərbi xərcləri lazım olan qədər artırmadılar və indi hamısı Rusiya qorxusu yaşayır. Ona görə burada da dəqiq göstərilməlidir. Kimə qarşı, kimdən gələn təhlükəyə qarşı bu blok yaradılıb. Və üstəlik onu da nəzərə almaq lazımdır ki, Türkiyə ilə Pakistanın İsraillə münasibəti yaxşı deyil. Səudiyyə Ərəbistanı İrandan daim zərbələr almaqdadır. Ya birbaşa İranın özü vurur, yaxud da Husilər hücum eləyir Səudiyyə Ərəbistanına. İndi bu 3 dövlət birləşiblər. Kimə qarşı? Hətta belə iddialar da var ki, güya İran da bura daxil ola bilər. Əgər İran daxil olarsa, kimdən özlərini qorumaq istəyərlər? İsraildənmi? Amerika Birləşmiş Ştatları icazə verməsə, bu ölkələr belə bir hərbi blok yarada bilərlərmi? Və NATO üzvü olan Türkiyə, Amerika Birləşmiş Ştatlarının NATO'dan kənar əsas müttəfiqi İsrailə qarşı blok yaradarmı? Burada suallar kifayət qədər çoxdur. Məlumdur ki, hərbi blokda iştirak sayəsində ən böyük təcrübə Türkiyədədir. Ancaq nədənsə baş qərargah, baş katiblik Səudiyyə Ərəbistanında yaradılacaq. Bu 3 dövlətin ortaq dili yoxdur. Bu da çox ciddi problemdir. Hərbi komandanlıq necə olacaq? Bu da çox ciddi problemdir. Və Türkiyənin Xarici İşlər Naziri Fidan da qeyd elədi ki, Misirin bu bloka daxil olması texniki məsələdir. Yəni tezliklə Misir də bu bloka daxil ola bilər. Eyni zamanda bölgə ölkələri də deyir, bu bloka daxil olmaq üçün maraq göstərir. Yəni müdafiə ehtiyacı olanlar çoxdur, ancaq görünür müəyyən anlaşılmayan məsələlər var ki, hələlik bu blok yalnız 3 nəfərdən ibarət. Üstəlik, avqustun 7-sində bu sənəd imzalanıb, hələ də mətbuata yalnız mətbuat üçün məlumat verilib. Sənədlər dərc olunmayıb, parlamentin təsdiqinə hələlik verilməyib, belə bir vəziyyətdir. Abtalib bəy, Azərbaycanın Məkkə İttifaqına daxil olma ehtimalı nə qədərdir? Mən hesab edirəm ki, indiki şəraitdə belə bir ehtimal çox aşağıdır. Burada çoxlu məsələlər aydınlaşdırılmalıdır. Hərbi ittifaqlara girmək o qədər də asan məsələ deyil. Böyük güclərlə hesablaşmaq məcburiyyətindəsən. Mən sizə bir faktı deyim. Türk Dövlətləri Təşkilatının son toplantısında Azərbaycan prezidenti bir təşəbbüslə çıxış elədi. Türk dövlətlərinin birgə hərbi təlimlərini təşkil eləmək. Yəni Türk Dövlətləri Təşkilatına daxil olan dövlətlərin
hərbi təlimlərini təşkil eləmək. Ancaq görürsünüz ki, il sona çatmaqdadır. Hələlik bu istiqamətdə heç bir addım atılmayıb. Çünki təşkilata daxil olan dövlətlərin durumu fərqlidir. Bəziləri çox ehtiyatlı hərəkət eləyirlər. Bir addım atanda bir neçə tərəfə baxmaq məcburiyyətində qalırlar. Hələlik bu sahədə ən müstəqil dövlət, ən müstəqil siyasət yeridən dövlət Azərbaycandır. Ancaq Azərbaycan da belə mühüm qərarları verərkən dünyadakı reallıqları mütləq nəzərə almalıdır. Bizim təhlilçilər müharibə bitdikdən sonra İranın üçlər blokuna daxil olacağını söyləyirlər. Sizcə bu mümkündür? Bunu təkcə bizim təhlilçilər demir. Bunu digər Türkiyədə də səsləndirənlər var. Mən hesab edirəm ki, bu mümkün deyil. Bu mümkün deyil çünki İran ətraf bölgədə yerləşən dövlətlərə qarşı kifayət qədər aqressiv davrandı. Onların ərazisinə zərbələr indirdi və bunu da onunla əsaslandırdı ki, bu ölkələrin ərazisində Amerika Birləşmiş Ştatlarının hərbi bazaları yerləşib. Ancaq bu müəyyən reallıqdır ki, Amerika Birləşmiş Ştatları dünyanın ən böyük hərbi gücüdür və bu ölkələr də ümid edirdilər ki, Amerika Birləşmiş Ştatlarının hərbi bazalarının olması çətin məqamda onların köməyinə gələ bilər. Ancaq əksinə problem yaratdı və bəzi dövlətlər artıq bu bazaların öz ərazilərindən çıxarılması məsələsini müzakirə etməyə başlayıblar. Ancaq bütünlüklə mən hesab edirəm ki, İranın ətrafdakı dövlətlərlə münasibətini nəzərə alsaq, bəzən özünü çox aqressiv aparmasını, liderlik iddiasında olmasını, Hörmüz boğazını bağlayaraq ətraf ölkələrə çox ciddi problemlər yaratmasını nəzərə alsaq, yaxın illərdə İranın bu bloka daxil olmaq ehtimalı yoxdur. Üstəlik, əgər İran bir hərbi bloka daxil olursa, deməli oradakı dövlətlər İranın əsas düşmənləri olan Amerika Birləşmiş Ştatlarını və İsraili də qarşılarına almış olurlar. Buna nə qədər dövlət cəsarət eləyər? Mən inanmıram ki, indiki şəraitdə Səudiyyə Ərəbistanı, Pakistan və NATO üzvü olan Türkiyə belə bir addım atmaq istəsin. Hətta İran istəsə də, yəqin ki, yaxın zamanlarda onun bu hərbi bloka daxil olması mümkün olmayacaq. Avqustun 7-sində Məkkə razılaşması imzalandı və ertəsi gün Hüsilər Səudiyyə Ərəbistanının ərazisinə zərbələr endirdilər. Nədən üçlər bloku buna dərhal reaksiya vermədi? Əsas var əslinə qalsa. Çünki hələ sənədlər parlamentlərdə ratifikasiya olunmayıb və qüvvəyə minməyib. Ancaq hətta əgər qüvvəyə minmiş olsaydı da, mən güman eləmirəm ki, bu üç dövlət dərhal eyni cəbhədən Husilərə qarşı hərbi əməliyyatlara başlayardı. Təbiidir, yəqin ki, Səudiyyə Ərəbistanına zəruri kömək, mümkün kömək göstərilərdi. Çünki yeri gəlmişkən deyək ki, o köməklər indi də göstərilir. Səudiyyə Ərəbistanının ərazisində Pakistan hərbiçiləri var, bunların sayı 8000-dən artıqdır. Türkiyə hərbi texnika ilə və məsləhətləri ilə Səudiyyə Ərəbistanına yardımlar göstərir. Əgər sənəd parlamentdə təsdiq olunmuş olsaydı, yardım bundan artıq ola bilərdimi? Güman eləmirəm. Güman eləmirəm, ancaq Husilərlə bağlı təhlükə bölgə ölkələrdə narahat eləyir və onların da arxasında İranın durduğu heç kimə sir deyil. Elə bu səbəbdən mən hesab edirəm ki, yaxın illərdə İranın bu hərbi blokda olmaq ehtimalı o qədər də yüksək deyil. Ancaq görək, baxaq, görək. Çünki hərbi bloklar bəzən müəyyən bəndlər, müəyyən maddələr cəmiyyət tərəfindən, dövlətlər tərəfindən çox yüksək səviyyədə qəbul olunsa da onların icrası
o qədər asan da olmur. Misal üçün, NATO müqaviləsinin 5-ci bəndində eyni şeylər yazılıb. Bir dövlətə hücum, digər NATO üzvü olan dövlətlərə hücum sayılır. Ancaq 49-cu ildən bu tərəfə bu 5-ci maddə cəmi bir dəfə tətbiq olunub. 2001-ci ildə məşhur sentyabr terror aktı zamanı. O da qeyri-müəyyən bir deməli tətbiq olunma sayılmalıdır. Amerikanın hava məkanını birgə qorumağa başladılar və terrorçulara qarşı birgə mübarizə apardılar. Ancaq digər hallarda hələ ki 5-ci maddə tətbiq olunmayıb və bu 5-ci maddəni də hərə bir cür yozur. Ən pis odur ki, Prezident Trump açıq şəkildə deyir ki, əgər hansısa NATO üzvünə hücum olsa, Amerika Birləşmiş Ştatları onun yerinə yaxud onun yanında döyüşməyəcək. Yəni, yeni blok yaradanda və ora NATO'nun 5-ci maddəsini salanda bu reallıqları da nəzər almaq lazımdır və yəqin ki, qurucu dövlətlər, bu 3 dövlət bu təcrübəni də nəzərə alıblar. Elə NATO demişkən Abtal bəy, sizcə üçlər bloku necə idarə olunacaq və onun Ərəb NATOsuna çevrilmək şansı nə qədərdir? Ərəb NATOsu olmayacaq, çünki burada Türkiyə var. Olsa müsəlman NATOsu ola bilər. Nə cür idarə olunacaq? Hələlik bunu biz yalnız Türkiyənin Xarici İşlər Naziri Fidanın müsahibəsi əsasında güman eləyə bilərik. O belə bir bəyanat verdi ki, həm Xarici İşlər Nazirlərinin, həm də Müdafiə və Baş Qərargah rəislərinin toplandığı xüsusi komitəni yaratmaq planlaşdırılır, baş katiblik olacaq və onlar Səudiyyə Ərəbistanda yerləşəcək. Komandanlıq məsələsi necə həll olunacaq, ortaq dilin olmaması məsələsi necə həll olunacaq, bunlar təbiidir ki, hələ aydın deyil. Ümumiyyətlə, aydın olmayan kifayət qədər məsələlər var və hətta hadisələrin gedişi göstərir ki, bu blokun formalaşması parlamentdə təsdiqi istiqamətində də, bu prosesdə də kifayət qədər çətinliklər ortaya çıxacaq.